Bismillahirrahmanirrahim. La havla və la quvvətə illa billahil aliyyil azim. Dilimizin əzbəridir. Heç nə əzbərləməyə ehtiyac yoxdur. Hamımız bilirik. Hədisdə var, bu zikri çox deyin, bu zikir aqibətinizi xeyirli eləyər. La havla və la quvvətə illa billahil aliyyil azim. Xoş aqibət gətirir insana. Hədisdə var, bir nəfər peyğəmbərə dedi ki, mənim tez-tez pis fikirlər gəlir zehnimə. Vəsvəsələr gəlir zehnimə. Oturduğum yerdə anidən, heç düşünmürəm, amma anidən bir pis fikir gəldi, girdi zehnimə. Biri peyğəmbərə deyir, mən beləyəm. Peyğəmbər buyurdu ki, bu zikri, bu həmin la havla və la quvvətə illa billahil aliyyil azim zikrini çox denəm. Bu zikr insanı vəsvəsədən çıxardır. Bu zikr insanın qədəmlərini möhkəm eləyir. Peyğəmbər deyir, bu zikr insanı vəsvəsədən çıxardır. Möhkəm, qədəmlərin möhkəm olur.